Bədbəxtlər, bu söyüş komandası, nə deyim onlara, bir insan demək də mümkündür. Xarici ölkələrin küçələrində avara-avara gəzməklə elə bilirlər ki, xaricdə bunlara yüksək, nə bilim, postlar verəcəklər, neyəcəklər. Siz orada 10-cu sort adam da deyilsiniz. Kimsə Azərbaycan dövlətinin fundamentini laxlatmaq, bu cür tərbiyəsiz, bu cür əxlaqsız söyüşlərlə, təhqir eləməklə bizi yolumuzdan döndərmək istəyirlərsə, boş və mənasız şeylər. Bəli, burada mən Ziyafət Əsgərovla 100% razıyam. Yəni ki, söyüşlə bağlı problemləri aradan götürmək lazımdır. Çünki xaricdə oturan uşaqlarımız düzdür, mübarizə aparsalar da mübarizəni doğru şəkildə aparmırlar. Söyüşlə mübarizə olmaz. Həmin söyüşlə mübarizə aparmaq o deməkdir ki, yəni ki, tərbiyəsizlik deməkdir. Tərbiyəsiz adama da ki, heç kim qulaq asmır. Yəni ki, sərsi günü parlamentdə ya nə bilim Avropa Şurasında müzakirəyə qoyulsa, prezidentin əlində 100%lik şey var ki, mənə deyir ki, bunlar görürsüz, söyürlər, bu təhqir edirlər. Amma böhtan məsələsinə gələndə, böhtan məsələsi biraz qəliz məsələdir. Çünki bizdə tənqidi də böhtan kimi görürlər. Məsələn, mən prezidentin yürütdüyü daxili siyasəti bəyənmirəm. Bəyənmirəm deyəndə ki, onun yürütdüyü daxili siyasət Azərbaycan ekonomiyasının məhvinə aparılan bir siyasətdir. Həmin siyasətdə yalnız zənginlər doyuzdurulur, kasıblar doyuzdurulmur. Mən onu elə qəbul edirəm. İndi mən prezidentə böhtan atıram. Çünki böhtan elə bir məsələsidir ki, məsələn, deyirsiniz ki, səs mənə sübut elə. Mən bunun səsini yazıb sənə gətirib sübut eləsəm, deyirsən ki, səs yazısı sübutdur. Okey, bunu başa düşdüm. Mən uzağa getmirəm. Ziyafət Əsgərov demək, vitse-spiker olanda Bakı Dövlət Universitetinin konstitusiya hüququndan dərs deyirdi. Mənim oğlum da orada oxuyurdu. O da konstitusiya hüququndan imtahana girəndə bunların bir sinifkomları var idi. İndi hal-hazırda Xətai rayonu məhkəməsinin hakimidir. Həmin uşaq bunlardan pul yığırdı. Necə? Əgər 3 almaq istəyirsənsə $200, 4 almaq istəyirsənsə $250, 5 almaq istəyirsənsə $300. Demək, sinifkom yığırdı, aparıb verirdi Ziyafət müəllimə. Məsələn, mənim oğlum 5 almışdı. Demək, $300 vermişdim ki, o ona 5'i yazmışdı. Ona görə buradan demək istəyirəm ki, axı bu böhtan deyil. Amma bunu biz sizə necə sübut edəyək? Bax, hər öz danışırsınız, elə danışırsınız ki, elə bir gündən ki, bu vətən üçün siz nəsə eləmişsiniz. Siz bu vətəni əksinə get-gedə batırırsınız. Bu böhtandır, düz demirəm. Mən düz demirəm ki, insanlarımızın vəziyyəti ağırdır. Mən düz demirəm ki, uşaq pulu verilmir. Mən düz demirəm ki, qazilərə 80 manat ayıbdır sizin ona qaziyə pul kəsmək. Pensiya yaşından bir ucdan qaldırılması. Bunların heç biri düzdür ki, 15% maaş artırılır, ondan sonra 30% produkt artırılır. Fəhlələr iş tapa bilmir. Bəzən trollar çıxır, deyir ki, əşi get-gedən deyir, yük daşı. Niyə? Niyə mənim balam oxuya gedib yük daşımalıdır? Amma ki, bunların balaları dibil ola gedib vəzifədə oturmalıdır. Məsələ odur. Ondan gedir ki, Azərbaycan xalqını ikitrəlik yaratmışsınız. Mən də onu demək istəyirəm ki, bunların heç biri böhtan deyir axı. Bunların hamısı tənqiddir. Yəni, tənqiddən nəticə çıxardın. İndi təzə müzakirəyə qoymusunuz, ağzını açanı salacaqlar içəriyə ki, bu böhtandır. Ona görə birinci özünüz rüşvəti yığışdırın. Birinci oradan rüşvət almayın. Ondan sonra prezident deyir ki, siz verməyin, onlar almasın. Verməyəndə də cənab prezident, sənin işin yetmir. Ona görə gərək verməlisən ki, o sənin işin alınsın. Xahiş edirik sizdən artıq dərəcədə bu böhtanı birinci özünüzdə axtarın ki, siz bu xalqa nə qədər zərər vurursunuz, siz bu xalqı niyə bu günlərə qoymusunuz? Ondan sonra danışın. Cəmaatın hamısının vəziyyəti ağırdır. İnterneti qaldırırsınız, gediş haqqını qaldırırsınız, yolları bir ucdan daraldırsınız, nə biləm, insanların şikayət vermə hüquqlarını əlindən almışsınız. Heç kim heç yerə şikayət verə
verə bilmir. Korrupsiya baş alıb gedir Azərbaycanda. Birinci bunları danış, özün konstitusiya hüququndan dərs deyirsən də, ondan sonra başda böhtandan danışmağa.